Bugün 20 uşağımız, dünən yox sırağı gün isə 8 uşağımız sünnət olmuşdu və ümumilikdə biz 100 uşağımızı sünnət edirik. Demək olar yarısını İstanbul NS klinikası icra edib və sağ olsun Medistar Hospital'ın rəhbərliyi ki, tam 20 uşağı da onlar öz öhdəçiliyinə götürdü. Eşkin, inşallah böyüyəndə nə olacaqsan? Asker. Əskər olacaqsan. Böyüyəndə nə olacaqsan inşallah? Polis. Mən bir daha təşəkkür edirəm Medistar Hospital'a ki, bu şəraiti bizə yaratdı. Allah Teala bu Ramazan ayında edilən bütün yaxşılıqları hər kəsin qarşısına çıxartsın. Medistar Hospital təşəkkür edirəm. Başda Toyluq müəllim olmaqla. Tolik bəyin keçirdiyi aksiyaya qoşulduq. Nə yaxşı da qoşulmuşuq. Şadıq buna qoşulmaqdan. Salam, mən Qafar Mülayət. Bugün yolda sünnət olundum. Başda Toyuq müəllim olmaqla təşəkkür edirəm. Medistar klinikasına təşəkkür edirəm. O gün olsun, sənin böyük toyun olsun, mən sənin böyük toyuna qonaq kimi gəlim. Medistar Hospital'ın baş həkimi Mehman doktora öz minnətdarlığımı bildirmək istədim. Biz Medistar ailəsi olaraq hər zaman bu cür xeyriyyə işlərdə iştirak etməyə hazırıq. Telman doktoru biz həm 44 günlük müharibədən tanıyırıq, onu gördüyü işləri sünnət edib. Telman doktor, çox sağ olun buna görə. Aksiyaya görə sizə, klinikamızın rəhbərindən təşəkkürümü bildirirəm. Sağ olun, xalqımız hər şeyin gözəlinə layiqdir. Bəli. Övladları da 12. İnşallah ayın 30'u da onların toyu olacaq, toylarını görək. Böyüyəndə nə olacaqsın inşallah? Beynində polis əmin olacaq. Futbolçu. Polis olacaq. Əskər sənə qurban olum. Polis. Polis. Futbolçu. Yatıb. Öz təşəkkürümüzü bildiririk Tolik bəyə, Space TV-nin işçilərinə, Könül xanıma və Medistar Hospital'ın bütün tibb işçilərinə, həkimlərinə. Təşəkkür edirəm Tarix bəyə də, ondan sonra buranın rəhbərliyinə də, Space-in rəhbərliyinə də, hamısına Allah razı olsun. Təşəkkürümüzü bildiririk. Çox sağ olun. Torikamiya, yaxşı ki varsınız. Bugünkü aksiyamızda balaca 9 aylıq tunarımız da var. Amil 4 aylıqdır. Bugün Amil də Medistar Hospital'da sünnət olacaq. Təbrik edirəm hər birisinin ailəsini. Keçmiş olsun deyirəm uşaqlara. Vətən millətə xeyirli olsun. Allah sizi var versin doktor. Çox sağ olun. Dünən yox sırağı gün 8 uşaq, bugün də 20 uşağın neçəsi əməliyyat olub hal-hazırda? 12'si. 12'si heç bir problem yoxdur Heç ki. problem yox. Bugün ən balacası 4 aylıqdır. Hə, 4 aylıqdır. Ən böyüyü də 14 yaşında. Bəli, onda uşaqların vəziyyəti necədir? Hamısı doktor? süper, normal. 12'sində gedir evə, qalıb 8'i. O Bəs 8'i 12'si gedib 8'dən də eləyirik keçsin. Allah sizi var versin.